Baqi, davam edən, fani olmayan. Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adıyla. Yeryüzündə olan hər kəs fanidir. Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir. Kainatdakı bütün göy cisimləri, günəş, ulduzlar bir gün enerjilərini bitirib yox olacaqlar və ya Allah dilədiyi başqa bir səbəblə bütün kainatı yox edəcək, qiyamət günü ilə əlaqədar olan vədini reallaşdıracaq. Görüldüyü kimi hər şey sonludur. Kainat da, yaradılmış bütün varlıqlar da, Allah isə yaradandır və sonsuzluq yalnız özünə aiddir.